Azərbaycanda ən güclü qadın kimdir? Nənəm. Nəyə görə? Cavanlıqda iştankisi olub. Sonra 3-4 dəfə babam traktoru düzəldəndə kömək eləyib ona, Dankrat yerinə. Dankrat olmayıb da o vaxtı rayonda. Bizim əslimiz Əli bir Bakılıdır. Prosta rayona qonaq getmişdilər. Balıq tutmağa, Arazdan. Sonra neysə, Araz dedi ki, lazımdır zad o yan bu yan. Hələ, Allah rəhmət etsin, Kərimən var idi qonşumuz. Onun da arvadı, güclü arvadı idi. Amma biz fiziki cəhətdən danışmırıq. Yo, mən danışıram. Bildim, bizim sualımız fiziki cəhətdən deyil. Hə, nədən, beyindən? İradə cəhətdən. Həya iradə qonşumuz da, o da güclü arvaddır, belə tort pişirir. Bu qədər. Facebook'u Azərbaycanlılar icad eləsəydilər, siz onun adını nə qoyarlar? Kompüterlə Ruslar deyir ya, kompüter Ruslar. Kompüterlə hoş. Kompüter. Düz. Bilgisayar da, Türkçe bilgisayar, yani bilgi sayı. Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. Ha. O boyda Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. Ya işte. Hansılardır? BMT, BMT, sonra MTN, MTN, bir de neydi? Aş. Aş, Ha, o aşklar o. Aşya. 1973'te Azerbaycan'a bir tane kosmonavt olup Karagand'dan uçup. Benim adı yazması bir üzü sürem ben. 7 Azerbaycan'a olan olup. 1973-cü ildə səhv eləmirəmsə Karaganddan uçub. Ben orada əskərdə olmuşam. Anar Musayev Pamoymu 100%. Anar Musayev. Dəqiq tapdım ben. Anar Musayev 7 bizim Azerbaycan xalqın birinci kosmonavtı. Anar Musayev. Braziliyanın paytaxtı. Paytaxt Amerika'da. 20 yanvar haqqında. Niyə? Məşq etməli. Axı o bizim tariximizdir. Tarixdə mən məşq etməliyəm. Sən bunu bilməlisən. Bilirəm, mən prosto məşq etməliyəm. Nə bilirsən? 20 yanvarda faciə olub da, 20 yanvar haqqında faciə olub. Nə faciəsi, niyə olub? Kim gəlib? Ermənilər Azərbaycanları işğal ediblər, o torpaqlarını. Onda biz burada nə gəzirik? Axı buranı işğal ediblərsə biz burada niyə yaşayırıq? Ölkəmizin devizi nədir? Divizi, müstəqillik, Sonra? vətənpərvərlik, Bir də qaldı. bir də ki, müsəlman, religiyada. Azərbaycan necə idi? Azərbaycan deyən mən Rusiya da daxiləm. Daxili İşlər Naziri. Hə, bəli. Koroğlu'nun atasının adı nə olub? Dədə Qorqun, Koroğlu. Dədə Qorqun. Belə bilmədim, sağlaması kömək elədi. Nə olar ki, insan kimi sevdən çıxan? Koroğlu'nun atasının adı? Yox, bilmədim. Halı kişi. Alı kişi, laf ya. Bilməm, yaxşı. Newton'un başına alma düşəndə o nəyi kəşf etmişdi? Almanı. Birinci dəfə gəmini düzəldən belə fikirləşib ki, su hardakı dəyərində orada gəmi batmır. O ki, dayaz yerə gəldi, batır. Kim xəyanət eləsə? Qız? Gəlin belə fikirləşək. Sevinərəm. Sevinərəm. Pil gülləsini kim tikib? Şair olar da. Hansı şair? Çoxdan şairlər olar, biz nə tanıyarıq. Allah'ını seven üstüne toprak atsın! Kaç okean var? 4 dənə okean var. Aha. Hind okeanı, Sakit okean, Şimal Buzlu okean, bir də ki, Ölü okean, nə deyəsən? İstənilən söz. Həm kədərləndirə, həm də güldürə. Güldürə bilər. Baxır sözün altında nə məna var. Bakı elektrik şəbəkəsi. Bu söz deyil, söz birləşməsidir. Yaxşı cavab verdiniz mənə. Metropoliten sözü. Metropolitan sözü. Necə, bax bu söz necə məni kədərləndirsin və sevindirsin? Deyim də sizi kədərləndirə bilər. Əlsiz zəhmət olmazsa. Hə, deyim də sizi başlayın. Necə kədərləndirə bilər? Yəqin ki... Kədərləndirməz. Əlsiz zəhmət olmasa. Onu mən bilmirəm qada. Sovet, Sovet, sosialist, sosialist namus. Yox amına.